Görün ne baş verir. Xalq parlamenti. Yox, özür istəyirəm. Bir dəqiqə. Deməli, başlayırlar Bəybala kişini ölümlə təhdid eləməyə. Görürsən, bu təhdid edən kimdir? Mən buradan xahiş edirəm bizim Türkiyədə bizi izləyən tamaşaçılara, xüsusilə MG TV Mustafa bəy qardaşımıza görür bizə. Mən bu materialı məxsus olan ayrıcana göndərəcəm ki, paylaşsın, yaysın. Türkiyədə bizi eşidən qardaşlarımız, lütfən başa düşmədim. Ekranda deyək, biz görünmürük, niyə? Biz başa düşmədim. YouTube'da problem var nəsə? Dostlar, ekranı görürsünüz yoxsa yox? YouTube'dan bizi izləyənlər. Xahiş edirəm, yazın. Problem var yoxsa yox? Bizim reşto yazdı ki, problem var. Bayaq deyil, sənət görünmürdü. Əsas o video görüntülər görsənmir. Nəsə baş verir, mənim ekranla öz-özünə oynayır axı belə. Anlamadım. Hamı yazı görünür. Deməli, Ankara bu məhkəməsi bu qərarı verəndən sonra dostlar zəng gəlir Bəybala bəyə və Bəybala bəyanı səni parçalayarıq deyə fikir verin, artıq dərilərinə deyəsən isti dəyibdir. Şamlan Əliyev, Bəybalanı öldürə bilərsiniz. Əlin Ağayev, mən sənə söz verirəm. Bəybala ölsə də qalsa da, necə ki Tərtər məsələsi axıra qədər bu xalqın dəstəyinin açıldı, Bəybala kişinin oğlunun ölümündə mən bütün Türkiyəni qaldıracağım ayağa. Bu məsələ Bəybala kişi oldu, olmadı gedəcək. Ona görə də Bəybala kişini öldürərəm, asıram, kəsərəm. Gedin bu xoxları, toyuqlarınıza gəlin. Oldu mu? Bak Bəybala, aramayı kes. Aynı şeyleri son kez tekrarlıyorum sana. Bu dosya kapandı. Yaptığın şikayetle geri çek, otelden, hastaneden, doktor Azime'den uzak dur. Orada Ali'yi, Kandan'ı, Elsa'yı rahatsız etme. Oğlun acı çekmedi ama seni parçalara böleriz. Karını düşün. Bir oğlum daha var. Onu düşün. Sen beni anladın. Aklını başına al. Ne yapma arkadaşlarını iyi biliyoruz. Bir daha Türkiye'ye gelme. Evinde otur. Bu konuyu kapat. Eşitdiniz dostlar. Telefon nömrəsini indi Bəybala bəy deyəcək. Hansı nömrədən gəlir bu nömrə? Bu hədə-qorxu hardan gəlir? Amma burada çox maraqlı bir nüans var. Deyir, oğlun acı çəkmədən öldü. Sən nə bilirsən? Deyir, oğlun acı çəkmədən öldü. Səni isə parçalarıq. Bir oğlun da var. Diqqətlə bir də xahişimə qulaq assın. Türkiyədən bizi dinləyənlər bu səsi paylaşın və çatdırın lazım məqamlara. Bak Bəybala, aramayı kes. Aynı şeyleri son kez tekrarlıyorum sana. Bu dosya kapandı. Yaptığın şikayetle geri çek, otelden, hastaneden, doktor Azime'den uzak dur. Orada Ali'yi, Kandan'ı, Elsa'yı rahatsız etme. Oğlun acı çekmedi ama seni parçalara böleriz. Karını düşün. Bir oğlum daha var. Onu düşün. Sen beni anladın. Aklını başına al. Ne yapma arkadaşlarını iyi biliyoruz. Bir daha Türkiye'ye gelme. Evinde otur. Bu konuyu kapat. Buradan da mən bu təhdidi savunanlara bir şey deyim. Bəybala ora gəldi, gəlmədi, bu dosya qapanmayacaq. Və qatillər hamısı bir-bir ifşa olunub cəzalarını alacaqlar, bunun şübhəniz olmasın. Mən Bəybala bəy, xahiş edirəm o telefon nömrəsi siz deyil, mən bunu söhbət pəncəsinə yazsınlar. Çünki onu mən ekrana qoysam, məndən şikayət edirlər. Mən telefonumdadır, gərək mən bunu onu demək üçün axırda mən onu sizə deyərəm. Sən bana telefon deyəcəm. Bəli, var, telefon var sizdə. Mən rejissorumuzdan xahiş edirəm, yox, söhbət pəncəsində mən yazacağım yine bunu. 090 Türkiyədə Cumhuriyyət savcıları bu nömrəni mütləq incələməlidirlər. 546 852 34 31. Bu nömrədən dostlar Bəybala Hüseynovu ölümlə təhdid edirlər. Parçalar deyir səni. Bəybala Hüseynovu
bu numaradan ölümlə təhdid edirlər. Xahiş edirəm bu mesajı dönə paylaşın. Biz bu nömrənin kimi məxsus olduğunu tapdıracaq, darıxmayın. Buyur bəy, valla ki, zəng ilə adam sənə nə dedi, nə istəyir? Sənin nömrəni hardan bilirdi, kimdir? O nə bilir ki, sənin oğlun birincisi uşağın acı çəkmədən ölübdür. O hardan bilir onu? Mən heç bilmədən bir dəfə mənə zəng elədi. Bu şey təhdid elədi. O zaman yazmaq imkanım yoxdur. Mən telefonu söndürdüm və ikinci telefonu hazırladım yazmaq üçün. Təkrar aradım, sonunda açdı. Bunları dedi söndürdü. Ondan sonra nə qədər təkrar yığdımsa cavab vermədi. Amma bu telefonu mən Türkiyə vəkilə atmışam artıq. Vəkil bu işlə məşğuldur. Yəqin ki, prokurorluğa müraciət olunub. Araşdırılıb tapılacaq. Amma elə düşünürəm ki, yəni buradan da ola bilir, yəni Türk nömrəsidir. Yəni buradan sifariş veriblər ki, sən onu zəng elə, ara sakit dursun, səsini kəssin. Çünki artıq bu məlumdur ki, oğlumun ölümündə Türkiyəli bir Kürdün əli var deyə belə bir şeylər çıxıb ortaya. Şimdi mən o Kürddən qorxacam deyə geri çəkiləcəm. Amma bu düşünmədi ki, ya məni həbs edə bilərlər, öldürə bilərlər, mən bu yoldan çəkilmərəm ki. Ona görə indi bu məsələ çox ciddi bir şəkildə araşdırılacaq. Amma yenə buradan deyirəm, bax, səni öldürsələr də, sən özün imtina eləsən də, oğlun qanını satsan da, biləsən sən, bu məsələ sənin oğlunun məsələsi olmaqdan çıxıbdır. Bu, Azərbaycan xalqına, dövlətinə qarşı törədilmiş bir cinayətdir. Azərbaycanın qanunlarına, konstitusiyasına olan bir qəsddir. Türkiyə dövlətinə, xalqına olan bir qəsddir. Bu, araşdırılacaq axıra qədər. Sən istədin, istəmədin. Bunun başqa yolu yoxdur, Qurban bəy. Mən sənə bir söz deyim. Bu, sonuna qədər gediləcək və sonuna qədər məlum olacaq və hər kəs açıqlanacaq. Bu işin içində kimlər var? Hər kəs öz cəzasını layiqincə alacaq. Ola bilər, biraz gec olur, biraz tez olur. Mən bunu bilirəm. Mən artıq bu 8 ildə hər şeyi toplamışam. Hər şey açıqca ortada. Artıq heç kim bunu gizlədə bilmir. İstər Türkiyədə, istər burada da. Bunu baş prokuror da bilir ki, mən hər şeyi yaxşı bilirəm. Əli Nağıyev də bilir ki, mən hər şeyi yaxşı bilirəm. Və ətrafında olanlar, bu işdə iştirak edənlər də hamısı bilir ki, artıq məsələ aydındır. Artıq məsələ açılıb. İstər mən bunu yazılı şəkildə, istərsən səs şəklində artıq mən hər şeyi toplamışam. İstənilən zaman mən hər şeyi açıqlaya bilərəm. Amma mən gözləyirəm ki, əslində qalanda mən bir Azərbaycan vətəndaşı kimi bu günləri cənab prezidentə səslənirəm də. Bu məsələnin açılması üçün cənab prezidentin bir münasibət bildirməyi, bir də qanunlarımızın aliliyi yetərlidir. Tabii. Qanunların alilinin yetərli olub-olmaması da Kamran Əliyevdən asılıdır. Kamran Əliyev 8 ildir bu işə münasibət bildirmir. Demək, problemi var ki, bildirmir də. Yoxsa Kamran Əliyev Azərbaycan Respublikasının prezidentinin fərmanı poza bilməz. Azərbaycan Respublikasının prezidentinin idarəçiliyinə kölgə sala bilməz. Bunun nə sözünün problemi var, Qurban bəy. Amma mən bunu açıq ortaya qoyacağam. İndi inşallah, bəlkə də yəni o adamlar ki, mənə zəng elinə təhdid edənlər bəlkə doğrudan da məni öldürəcəklər, amma fərq etməz. Bu iş artıq reysinə düşüb gedir. Yəni bu məsələ açılacaq. İstər məni həbs eləsinlər, istər məni öldürsünlər, fərq eləməz. Mən söz vermişəm ki, axıra qədər gedəcəm, Qurban bəy. Hər halda bu iş Azərbaycan həm dövləti, həm onun prezidentini birbaşa maraqlandırır. Çünki bu baş verən hadisə, yenə deyirəm, Azərbaycan vətəndaşına qarşı, Azərbaycan dövlətinin ən ali vəzifə tutan insanlar tərəfindən törədilməsi, bunların adlarının hallanması. Bir baxın, zəng edən adam görün nə deyir? Oteli, doktorları rahat bırax. Və sən ikinci oğlunu düşün. Siz fikir verin, ha, görün nə deyir? Adam əgər bu adamlardan birinin adamıdırsa, deyirsin, məsələn, doktor Frankistan Əlövsəy, oteldəndirsə, otelin adını, bu zəng edən adam bütün əməliyyatın başında duran adamdır və maraqlan, deməli, bütün qətlin sahibidir. Əsl qatil odur. Bir ya da onun adam qatilin adamıdır. Deyir, hamısı Əlövsəy, gəlsən deyir, Türkiyə sana parça-parça eləyəcək, o evində. Ay, sən öləsən. Hə, ay kişi, belə xoş gəlməklə Azərbaycan kişilərini siz uşaqların haqqından döndərə bilməzsiniz. Sədiyyə adamları tanımırsınız yaxşı. Bu cinayət işi başlanandan sonra bu hallar çoxalıb, belə bir hallar. Yanıma gələnlər də var, mənə qorxudanlar da var, səni öldürərlər, həbs eləyərlər, yəni sən çəkil bu yoldan. O qədər bu sözlərdən eşitmişəm ki, yəni mən bilirəm ki, bunlar hamısı boş-boş sözlərdir. Mən cavab oğlunu sən öldürübsən, mən bundan sonra yaşadım, yaşamadım, nə olacaq ki?
Oğlumlar Bəli. artıq. Ha? Bu iş bu işin açılmasında birbaşa cənab prezidentin bir göstərişi lazımdır. Mən buradan cənab prezidentə səslənirəm bir vətəndaş kimi. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Mənim son ümid yerim cənab prezidentdir. Mən ondan xahiş edirəm ki, bir balaca münasibət bildirsin yetər. Bugüne kadar olan suskunluq, bax, sonu geldi, mənim artıq ailəm təhdid olunur. Mən təhdid olunuram. Bax, hamısının nəticəsi bugüne kadar olan suskunluqdur. Gərək ən azı bir balaca münasibət bildirilməlidir ki, Kamran Əliyev sirkələnsin, Əli Nağıyev sirkələnsin. Yoxsa məmurlar hamısı özləri ayrıca bir prezident sayır özünü. Hər kəsin özünün ayrı quldur dəstəsi var, hamısının özünün şilləbranı var, hər kəsin, heç kəs hiss eləmir ki, bu boyda cinayət var ortada. Yəni bunların vəzifə səlahiyyətləridir. Mən demirəm ki, məcburi sən oğlumun cinayətini aç. Baş prokuror Kamran Əliyevin vəzifə səlahiyyətidir. Bu mütləq bu icra olunmalıdır. Amma bu adam öz vəzifə səlahiyyətlərini icra eləməkdən boyun qaçırır. Ya bu ortadadır da demək ki, yəni bu boyun qaçırır. Yoxsa mən bunu məcbur eləməli deyirəm ki, bunun özü məcbur olub açmalıdır bu işi. Bax, bu şəkilə gəlmişik Qurban bəy, vəziyyət artıq ciddi bir şəkil alır. Hələ ilkin olaraq cinayət işi başlanıb ha. Hələ cinayət başlanıb Azərbaycana keçdikdən sonra siz görün nələr olacaq. Mən ümid edirəm ki, İlham Əliyev bir prezident ki, bu məsələyə laqeyd qalmaz. Çünki onun iki ən yüksək vəzifəli şəxsinin adı hallanır. Təhlükəsizlik orqanının başçısı Əli Nağıyev və baş prokuror Kamran Əliyev. Bu təbii ki, sabah Türkiyə mətbuatında yayılanda ki, Azərbaycan Cumhurbaşqanı imzası ilə belə yüksək vəzifələrə təyin edilən adamlar insan qətlində rüşvət almaqda ittiham olunurlar və ortada ciddi faktlar var. Bu təbii ki, prezidentə İlham Əliyevə hörmət gətirməyəcək. İlham Əliyev bu arada düşülər inşallah. Mən güman edirəm, düşünməlidir artıq. Yəni, bu başqa yeri qalmadı bunun. Amma mənim sizə bir xahişim var. Siz o səsi, mən bu hissəsi kəsəcəm, ayrıca yayacağam. O səsin kəsilmiş hissəsində mən sadəcə göndərəcəyəm. Çünki o çox zəng çalınır. Bu zənglərə çox ehtiyac yoxdur. Siz mütləq... Yox, olanı əvvəlcə açmırdı. Olanıdır. Yəni, faktor nədir? Mən kəsməmişəm heç. Bildim. Deməli, mütləq rəsmi bir ərzənə müraciət edirsiniz. Türkiyənin Azərbaycandakı səfirliyinə, mütləq səfirlə gibi görüşürsünüz. Rəsmi arazə verirsiniz ki, xahiş edirəm, mənim həyatım təhlükədədir. Türkiyədən bu nömrədə mənə zəng gəldi, mənə təhdid edirlər, mən falan gezəm, oğlumu öldürüblər. Zəhmət çəkin, səfirliyin vasitəsilə bu səsi çatdırın Türkiyənin hüquq mühafizə orqanlarının savcılığına. Artıq Qurban bəy, Türkiyə prokurorluğunda bu məsələ araşdırmadadır. Vermişsiniz artıq ora? Bəli, vəkil verib artıq və bu barədə hələ məndən ifadə də aldılar. Necə olub? Artıq araşdırma gedir. Amma indi necə tapacaqlar, nə vaxt tapacaq, kim olacaq? Hələ bir xəbər yoxdur, hələ bir məlumat verməyiblər mənə. Amma tez-tez məlumat alıram ki, hələ heç bir xəbər yoxdur. Araşdırıb tapacaqlar və kimdir, nəçidir, niyə zəng edib? Oldu. Onda Bəybala bəy, biz bitirək verişimizi. Bəli, Qurban bəy. Çox təşəkkür edirəm. Sağ olun, Qurban bəy. Çoxdur, mənə borcumdur. Sağ olun, minnətdaram sizə. Sağ olun. Dostlar, deməli, mən bu iş olduqca ciddi bir işdir. Çünki bir dövlətin iki böyük təşkilatın rəhbəri cinayətdə iştirak edib. Təhlükəsizlik orqanının başçısı ilə baş prokuror. Mən bir Azərbaycan vətəndaşı olaraq, hüquqşünas olaraq bu işi axıra qədər təqib edəcəm. Bayaq dedim, Bəybara ki, istədi, istəmədi. Ay öldürəcəklər, ay qalacaq, o mənə qəti ilgiləndirməz. Necə ki, nəfəsim var, mən törədilən bu cinayətləri araşdıracağım axıra qədər. Çünki bizim dövlətimiz özü təhlükədədir. Baxın, Tərtər cinayətini törədənlər, Tərtərdə əli olanların hamısının əli axtarırsan, Bəybala kişinin oğlunun ölümündə var. Araşdırırsan, Eurovision'da var. Araşdırırsan, Gəncədə var. Araşdırırsan, Tovuzda var. Hamısı eyni adamlar, eyni dairədir. Dövlətimiz çox təhlükəli əllərdədir. Ümid edirəm ki, başa düşərsiniz. Talirinizə sahib çıxın. İzləyin, bəyənin, paylaşın ki, daha çox insan baş verilmədən xəbər tutsun. Hələlik, mən sizdən ayrılıram, gecəniz xeyrə qalsın. Sabah 5-ci gündür. Bizim müəyyən verişlərimiz olacaq. 6-cı gün Xalq Parlamentinin növbəti yox, iclası deyəsən Qadınlar Bayramına düşdü deyə
keçirmişik ayın 10-una. Gedəniz xeyrə qalsın. Görüşmək ümidilə, sağlıqla qalın. Sağ olun.